Lənkəran kompleksinin müəssisəsinin az Suzan deyə 4 gündə dilim söz tutmur. Lənkəran kompleksinin o türməsinin, həbsxanasının rəisi Babək İsgəndarov var. Mən Vərişov Mənsura deyir ki, sənin kimi çox oğlanlar ölüb. Yəni sən də atsız qalıb öləcəksən, yəni bizim üçün az fərq eləyir. Yəni yiyəsiz xanadır, bildin nətər? Mənim səsimi çatdırın hər yerə. Deyin ki, bunu haqsız yerə həbsxanaya salıblar təzədən, yenə şərləyirlər, yenə də istəyirlər ki, öldürsünlər, mənimlə adət kağızı verirlər, mən ölkə başçısına yazmaq istəyirəm, kağız vermədilər, ruçka vermədilər, atıblar tək kameraya, öldürməkdir də, fikirləri öldürməkdir. Deyirlər, get kimə deyirsən, deginən, onsuz sənin çıxandan sonra təzədən yenə tutacaqlar. Ağa nəzərəm, yəni belə gəzərəm. Bura gələndən nə hüquq və vəzifələrim mənə izah olunur, nə mənim heç bir hüququm təmin olunur, mənim bədənimdə işgəncə izləri olur, heç birisini protokollaşdırmayıblar. Dilim söz tutmur, yaddaşım zadımla gedir, gəlir, 4 gündə susuzam mən. Dilim ağzım bir-birinə yapışır. Yəni öldürməkdir fikirləri. Yəni bu necə olacaq, nətər olacaq? Yəni 3 günə, yəni bu həftənin bazar gününə maksimum yəni mən dəyərəm də yerə. Yəni yayın günü, özdə məni tez-tez aparırlar, qəbula gətirirlər, aparıb gətirirlər. O qəbulla da o Karsın arası bir 200-300 metrdir. Yəni tər aparır, bədənimdə su qalır, tərləmirəm mən o günün içində. Yəni mənim başıma bu cür oyunlar gətirirlər. Yəni dərdimizi kimə deyək, hara deyək, nətər eləyək, haranın daşını salaq biz, neyniyək də, neyniyək. O gün bura Avropadan bir dənə şey gəlib, yoxlama gəlib. Onunla ingilis dilində danışdım. Deyirlər, sən ingilis dilində danışdınsa, deməli sən ona şikayət elədin. Dövlət Təhlükəsizlik Xidmətindən o günlər gəlmişdilər bura, məni qəbul edilər. Deyirlər, müəssisədə nə baş verir, bizə danış ki, mən danışdım onu. Ona görə bir məni incidirlər. Burada Dadaşov Əli Səfailoğlu var. Şuşanın alınmasına görə medaldan belə var, qazidir. O uşaq yıxılıb yerdə ölürdü. Ona görə qışqırmışam, həkim gəlsin. Deyirsən, nə qışqırıb həkim çağırmışsan? Tək mən yox, 270 nəfər qışqırıb. Yəni özün kəsən kim, özün doğrayan kim ki, bu uşaq ölür də həkim gəlsin. Mən də qışqırmışam, həkim gəlsin. Bax, iminli buna görə bizi bağlayıblar Karsa, məni də bağlayıblar Karsa. Hətta mənim işim rəis deyir ki, göndərmişəm məhkəməyə, sən təzdən həbsxanaya gedirsən, sən niyə belə şeylərə səsi çıxarırsan və s. Öldürməkdir fikirləri. Yəni, Amud Osman gəlsin, məni qəbul etsin, mənim halıma baxsın, mənim yatdığım yerə baxsın. Görsün, orada insan yaşayarmı? Xocalıda o qadının belinə, samavarı mən bağlamamışam da, yəni, amma məndən o cür davranırlar. Burada bir nəfər var idi, onu döydülər mal balası kimi, başın gözün partlatdılar. Yəni, dustağın döyülməyin səsindən belə eşidirəm də mən burada. Məni döymürlər, düzdür. Amma mənə elə şeylər eləyirlər, yəni döysələr ondan yaxşı. Bu zonun rəisi də deyir ki, mən ağa nəzərəm, belə gəzərəm, deyir, dövlət mənə deyir, burada səlahiyyət verir, mən istədiyimi eləyə bilərəm. Burada bir nəfər də var, Azər, Masaldan